Yeni robot artıq hazırdır. İndi onu test eləyəcəyik. Deməli, bir çox insanlar istəyirdi ki, yəni həm əllə müdaxilə eləmək olsun, həm də ki, robot tam avtomatik olsun. İndi onu testdən keçirəcəyik. Deməli, 2024-cü il 1-ci ay yanvarından depozit $1000. Gördüyünüz kimi. Depozit $1000. İndi deyəcəm alqoritmizə işləyir, indi testdən keçiririk. Sizə demək istəyirəm ki, yəni bu testerdə bu hər bir şam 1 saatdır. Yəni çox adam elə bilir ki, tez gedir. Yəni realda da belədir. Xeyr, yəni bir şam 1 saat deməkdir. Deməli, başladıq. Deməli, yanvarın artıq 3-üdür. Robot $1000 hələ ki 70-75 arası qazanc gətirib. İndi bunu necə istifadə etmək lazımdır, onu izah edəcəm sizə. Robot hər bir hərəkətdən pul qazanmağa çalışır. Yəni, yuxarı istiqamət oldu, bay əməliyyatlardan qazanır, aşağı istiqamət oldu, səl əməliyyatlardan qazanır və totalda balansı artırmağa çalışır hər zaman. Gördüyünüz kimi balans artır. Və burada gördüyünüz kimi 3 knopka var. Yəni, bütün robotların əməliyyatını bağla, bütün hesabda olan bütün əməliyyatları bağlamaq, yəni ticarəti saxlayıb və davam etmək, yalnız selə doğru ticarət, yəni trend aşağıdırsa ancaq sel əməliyyatı açsın, trend yuxarıdırsa ancaq bay əməliyyatı açsın. Gördüyünüz kimi robotun daxilində avtomatik olaraq 3% qazanc, daha az 30% qazanc əldə edən kimi birbaşa bağlayır. Gördüyünüz kimi $300 qazandı, yəni $1000 30% eləyir və birbaşa bütün əməliyyatları bağlayır. Bunu əllə də eləmək olar. Yəni ki, müəyyən qazanc gördünüz, onu əllə bağlaya bilərsiniz. Belə hesab eləmək olar ki, yəni robot sizin işçinizdir. Hər gün işləyir, yəni hər bir hərəkətdən pul qazanır. Sizə sadəcə olaraq yəni xeyrə baxıb və knopkanı basmaq düşür. Yəni xeyrsə qane eləyirsə, bağlayırsınız, ümumilikdə xeyrlə çıxırsınız. Və testi yenə davam eləyək. Misal üçün $490-dır, artıq məsələn knopkanı bassaq, hamısını bağlayacaq. Yəni xeyir qanələri elədir. Hər şey sıfırdan başlayır, risklər atılır, sıfırdan başlayır. Yəni strategiya bundan ibarətdir. Hardasa 1-2 günə satışda olacaq. Flatbox, Money Flow.